Salam, bugün sizinlə uşaq tortunun hazırlanmasını paylaşıram. Şəkər xəmirinə talis qatdım, piyon kəsənlə, belə ləçəklər kəsdim. Chips kağızlarına qoyub onları quruduram. Uşağımızın adını bu hərf kəsənlərlə kəsdim, çıxartdım. Bulutlar kəsmişəm. Rəqəmləri üzərinə yerləşdirib su ilə yapışdırıram. Kəpənəkləri də kəsib hazırlamışam. Ləçəkləri metalik çəhrayı boya ilə boyadım, parıldasın deyə. Ləçəkləri tortumuzun üzərinə düzürəm. Qəlibdən çıxartdığımız uşağı üstünə qoydum. Kənarına da uşağımızın adını yazdım, yapışdırdım. Ulduzları da qabaqcadan kəsib qurutmuşam. Buludlara silikon tapancayla şişlər yapışdırdım. Ulduzları da çiçək simlərinə yapışdırdım. Tortumuzun üzərinə düzdüm bu şəkildə. Kəpənəkləri də kəsdim, yerləşdirdim. 6 yumurtadan 22 santimetrdə 2 kilo 200 qramlıq tort alındı. Bu da tortumuzun son halıdır. Sizcə necə alınıb? Fikirlərinizi yazıb videonu bəyənməyi unutmayın.